Bir dövlətin başçısının iki qızı, ikisi də boşanıb. İlham bu millətin uşaqlarına rəhmi gələr. İstər hamının uşaqları əxlaqsız olsun. Yəni, bunlar məlum məsələdir. Bunlardan da əzizim Şamil bəy, yəni bunlardan heç danışmağa dəyməz. Yəni, indi Allah hər kəsə bir talih verir. Sadəcə olaraq İlham Əliyevin münasibəti, dostlar, xalqa, millətə düşmən münasibətdir. Buna məsələn, o nöqtəni, bu fikrini də gizlətmir. Mən o nöqteyi nəzərdən deyirəm. Şahidin bəy, Çingiz Abdullayev gözəl bilir, onu millət sevmir. Məhz ona görə özünü belə müdafiə edir. Mən elə tamamilə doğru deyirsən. Mən elə o nöqteyi nəzərdən, məsələn, bunun müsahibəsində bu adicə ən son danışdığı məsələdə də Azərbaycan xalqına nifrət var bunda. Gəlin sonuncu çıxışına da qulaq asaq. Bir neçə gün bundan öncə mən dedim ki, bizim 3000-dən çox yazıcı var və mən istəyərdim ki, onlar qonorar alsın, yaxşı dolansınlar, kitablar buraxanda öz pulu ilə yox, qoy onların pulunu nəşriyyat versin, kitablar satılsın, oxucular daha çox oxusun. Görürəm, Dünəyəs Ragü, Musavatda bizim yazıcımız Agil Abbas yazır. Hardan 3000 yazıcı? Bunlar pambıq yığırlar. Harada? Axı, mən bunu özümdən deməmişəm. 3118 yazıcı var Azərbaycanda. Dostlar, yəni Agil Abbas, Agil Abbas da bundan geri qalan şərəfsizdir. Yəni, eyni şeydirlər. O, bu ilə başlayan söz. Yəni, Agil Abbas, yəni o mənada deyib ki, təsəvvür edin, 3118 bir ölkədə təsəvvür edin, bu saat bizim, məsələn, mən deyək ki, az çox ədəbiyyat adamıyam. Mən bu saat oturub fikirləşsəm 100 yazı çəkə bilərəm. Yəni, bəlkə də heç 100 çəkənmərəm. Deməli, bu anar da, bu da ora gələndən Yazıçılar İttifaqına deyək ki, Sovetlərin vaxtı bitəndən bəri görün nə qədər adama Yazıçılar İttifaqının udastreniyasının vəsiqəsini veriblər ki, 3118 yazıcı. 18 dənə yazıçı çəkmək olmur. Yəni, bunu sən xeyirdirmi doldurub oraya qoyursan özdə. Bunlara da para lazımdır, pul lazımdır. Yəni, bunlar büdcətə. Bu Yazıçılar İttifaqı ayıb. Azərbaycan Yazıçılar Birliyi. Bu qeyri-hökumət təşkilatıdır. Amma bunu, dostlar, budur, rəssamlardır, əllərində saxlamaq üçün Heydər Əliyev bunları büdcəyə oturtdu. Yəni, büdcədən hər il bunlara pul ayırırlar. Təsəvvür edin. Büdcədən bunlara pul ayırırlar ki, həmən bu adamlar onlara qulluq edəsinlər. Təsəvvür edin. Yəni, məsələ budur. O nöqteyi nəzərdən deyək ki, şeydir. 3118. Yəni, Agil Abbas da o nöqteyi nəzərdən görünüm Musavat qəzetində müsahibə verəndə belə bir söz deyir.